Ətin qiyməti qalxıb, filan şeyin qiyməti qalxıb, o qalxır, bu qalxır. Tarif Şurasına heç kim müraciət eləmir ki, Tarif Şurası, Azərbaycan Respublikasının bir Tarif Şurası var. Bu ətin qiyməti qalxır. Bu ət niyə bahalaşır? Yəni, mənə sadəcə olaraq maraqlıdır da, bu ət niyə bahalaşır? Yəni, ölkədə cımıq mı bahalaşdı, ot mu bahalaşdı və bu cımıq bahalaşdısa, bu ot, pres bahalaşdısa, niyə bahalaşdı? Biz hansımız bu Tarif Şurasına etirazımızı bildirdik ki, ay Tarif Şurası, sən bitirmək istərsən, nədir o, onu da düzgün deyə bilmirəm. Yəni, bunlar gedirlər. Bu balığın mənşəyi, bu ikranın mənşəyi, bu qoyunu, bu heyvanı kəsdiyiniz mənşəyi tutub onu cərmələndirə bilirlər. Amma bunun qiymətindən danışmırlar. Demirlər ki, bunun qiymətini niyə qaldırdı? Bu kəndli, bu Lənkəran Astara zonası, mən özümdən deyirəm də, mandarin gələm. Orada 30 qəpikdir, 50 qəpikdir, şəhərdə 3 manatdır. Bunu deyən yoxdur, kəndli gətirib öz meyvəsini sata bilmir şəhərdə. Bazarlardakı olan qiymətlərdən alverçilərin, kəndlinin zəhmətinə qonmalarından xəbərsizsizmi? Niyə bundan danışır? Ay Vəfanın dərdi, ay Vəfa kimdən uşaq doğur? Dədəsi kimdir, nənəsi kimdir? Afət oturub burada Moskvada kimə sözünü deyir? Haqqını tələb eləyir, kimisə haqqına mı girir? Ay bunlar bizə nə? Tolikdən bizə nə? Zaurdan bizə nə? Yəni ölkədə problem qurtarır. Problem yoxdur. Bizim böyük problemimiz kim hardan çıxdı, kim kimdən incidir. Bizim əsas problemlərimiz qalıb. Biz əsas problemlərdən danışmırıq. Mən ayda heç olmasa bir 3 min, 4 min, 5 min, yəni ki, baxır ayına pul qazanan adamam. Bazardakı qiymətlər, marketdəki qiymətlər mənim əlimi yandırır. Bu 800 manada, 600 manada işləyən insanları bir özünüzü düşünün də. Siz əgər özünüzü düşünmürsünüzsə, bu qiyməti jappıltıla qaldıran sizi niyə düşünürsünüz? Siz özünüzü düşünmürsünüz. Siz yalnız proqramlarda gedən, verilişlərdə olan olaylar ki, bu bunların işidir. Bu bunların işidir. Əslində onlara fəxri fərman verilməlidir ki, heç olmasa bu dərddən, problemdən insanları bir balaca çəkirlər də, ayrılırlar ki, başın getməsin, havalanmayasan, belə eləməyəsən də, dəli olmayasan.